Salam dəyərli şagirdlərimiz, valideynlərimiz və şagirdlərin müəllimləri. Hər vaxtınız xeyir olsun. Hər birinizi xoş gördük. Mən Fidan İskəndərova. Bu gün monitorinqə hazırlaşan şagirdlərə dəstək olmaq üçün növbəti 10 suallıq ümumi sınağın izahını bölüşmək istəyirəm. Vaxt itirməyək, başlayaq. Aşağıdakı sözlərdən hansında o saiti A kimi tələffüz olunur? Konsert cavabımız ilə A variantıdır. Baxın, lavğa olmaz, tarba olmaz, ardu bu da olmaz. Amma konsert yazılar, konsert tələffüz edilir. Hər ehtimal yazaq, konsert olacaq. Digərlərini də gördüyünüz kimi tələffüz etməyə çalışdım. Bu formada deyilən kimi tələffüz etməyə çalışdım və alınmadı. Sual 2. Nöqtələrin yerinə uyğun gələn hərfi yazmalıyıq. Baxın, əziz şagirdlər, əgər bu işarəni yazmayıblarsa, bilin ki, sizə lazım olan düzgün yazılışı tapmaqdır. Mən əgər belə yazsaydım, məsələn, bunu transkripsiyaya salsaydım, o zaman sizdən tələffüz istəyərdim. Belədirsə, deməli, yazılış tələb olunur. Kolbasa, poçtalyon, kombayn yazılmalıdır. Yəni, hər üçündə o hərfi yazılmalıdır. Bax, poçtalyon sözünü poçt sözündən yadda saxlayın. Paçtalyon yaza bilmərəm axı, çünki o söz paçt deyil, poçt yazılmalıdır. Oradan poçtalyon kimi yadda saxlaya bilərsiniz. Bəs, dəyərli şagirdlər, bu sözlərin sizdən tələffüzün soruşsaydım, necə yazardınız, onu da rəylərə yazarsız yoxlayacağım. Sual 3. Aşağıdakı sözlərdən hansının yazılışı doğrudur? Cavabımız olacaq mübahisə. Baxaq, komandir yazılmalıdır. Komandir yazılmalıdır. Nümunə yazılmalıdır. Bu söz necə yazılmalıdır? Bunu da özünüz axtarışdan tapıb, axtarış verib, bu sözün düzgün yazılışın rəy bölməsinə mənə yazarsınız. Sual 4-dən davam edək. Cümlədə səhv yazılmış sözü tapın və düzgün variantı seçin. Bağdakı bütün həşəratlar yarpaqlarda gəzirdi. Bu söz əslində şər at yazılmalıdır. Bunu da dəyərli şagirdlər belə yadda saxlayın. Həşərata şər atma. Bax, bu cür yadda saxla. Kimsə bunu həşərat kimi yazsa, o zaman mənim dediyim o maraqlı cümləni bura yaza bilməyəcəksiniz. Həşərata şər atma demirəm ki mən. Deyirəm ki, həşərata şər atma. O səbəbdən bu söz sən demə həşərat yazılmalıdır. Bax, biz birinci səhv olanı tapırıq. Cavabımız D variantı. Bax, əslində burada səhv yazılıb. Amma düzgün versiyası da bax, bu cür yazılmalıdır. Yəni, mən birincisi səhv, bu cümlədə səhv nə yazılıb onu tapdım, gəldim səhv olan versiyasını yazdım. Amma mənə deyir ki, həmin sözün düzgün variantında yanından yaz. Ona görə cavabımız oldu D variantı. Bir balaca mətn parçamız var, onu oxuyub mətni həll etməliyik. Ciddi gizitkən. Gizitkən hündürlüyü ilə digər bitkilərdən seçilirdi. Hamı ona yaxınlaşmaq istəsə də, xırda tikanları ilə hər kəsi qorxudurdu. Günlərin bir günü günəş altında solmağa başladı. Heç kim onun köməyinə gəlmədi. Çünki əvvəllər hamını dartıb uzaqlaşdırmışdı. Gizitkən başa düşdü ki, dostluq və yumşaqlıq daha vacibdir. Əvvəl necə davranırdı? Özü deyir ki, əvvəllər hamını dartıb uzaqlaşdırırdı. Cavabımız olacaq B variantı. A-da yazıb ki, hər kəsi sevərək qarşılayırdı. Əslində, sevərək qarşılasaydı, kimsə onun köməyinə gələrdi də. Kimsə onun köməyinə gəlmirsə, deməli o yaxşı olmayıb da digərlərinə. Yarpaqlarını paylayırdı, xeyr, əksinə egoist edirdi. Sakitcə dayanırdı, xeyr, sakit dayanmırdı. Yəni, digərlərinə bir növ aman vermirdi. Cavabımız B variantı. Mətnin ideyası nədir? Yəni, gizitkən mətnin ideyası nədir?
Münasibətdə mehriban olmaq lazımdır. Bax, burada yazılıb ki, dostluq və yumşaqlıq daha vacibdir. Lovğalıq faydalıdır. Lovğalıq nəinki gicgənə, heç kimə, heç nəyə faydalı deyil. Tikanlı bitkilər təhlükəlidir. Xeyr, kaktusun burada nə günahı var? Yəni, olmaz. Günəş altında bitkilər solur. Niyə solsun? Elə bitkilər var ki, günəşi sevir. O səbəbdən cavabımız odur ki, çalışmaq lazımdır ki, kiməsə mane olmayasan, ən azı kimisə dartıb uzaqlaşdırmayasan. Gələk digər mətnimizə. Lovğalığı buraxan aslan, mətnin adıdır. Lovğalığı buraxan aslan. Cəngəllik kralı aslan çox lovğalanırdı. Ovladığı heyvanları təhqir edir, özünü ən güclü hesab edirdi. Bir gün böyük fırtına başladı və ehtiyatsız davranan aslan təliyə düşdü. Ayı və pələng onu xilas etdilər. Aslan başa düşdü ki, lovğalıq heç vaxt kömək etməz və dostluq əslində vacibdir. Aslan nəyi başa düşdükdən sonra davranışını dəyişdi. Aslan dostluğun dəyərini anladı. Aslan başa düşdü ki, dostluq vacibdir. Ov daha asan olur, belə bir anlam yoxdur axı mətndə. Meşə həmişə sakitdir, ayı ondan güclüdür. Belə bir fikirlər yoxdur. Sadəcə aslanın anladığı odur ki, lovğalanmaq lazım deyil, ən önəmi olan dostluqdur. Mətnin ideyası nədir? Mətnin ideyası lovğalığın sonu təhlükədir. Fırtına hər zaman güclüdür, aslan dostluq etmədi, cəngəllik təhlükəlidir. Belə bir anlam yoxdur mətndə. Odur ki, lovğalığın sonu uçurum ola bilər. Növbəti mətnimizi oxuyaq və suala cavab verək. Tənha qartal. Tənha qartal dağların ən hündür zirvəsində yaşayırdı. O, özünü güclü və cəsur hesab edir. Digər quşlarla birlikdə uçmaq istəmirdi. Bir gün soyuq külək qəfil əsdi və qartal donmaq üzrə idi. O anda yaxınlıqdakı quşlar onu qurtardılar. Qartal başa düşdü ki, tək olmaq həmişə təhlükəli ola bilər və dostluq çox qiymətlidir. Mətnə əsasən qartalın əvvəlki davranışı necə idi? Tək idi və lovğa idi. Amma sonradan anladı ki, tək olmaq təhlükə verə bilər. Əsas dostluğun dəyəri olsun. Mehriban və dostcanlı deyildi. O sonradan onu düşündü ki, dostcanlı olsam, tək olmasam daha yaxşı olar. Sakit və qorxaq deyildi. Əksinə güclü və cəsur idi. Yalnız və qorxmaz da deyildi. Cavabımız oldu B variantı. Sual 10. Mətnə görə dostluq çox qiymətlidir fikri hansı hadisədən çıxarılıb? Quşların onu qurtarmasından. Baxaq, o anda yaxınlıqdakı quşlar onu qurtardılar. Elə bil ki, təhlükəsi oldu qartalın. Quşlar onu qurtardılar deyə qartal anladı ki, sən demə, təklik təhlükəlidir, dostluq daha çox qiymətlidir. Cavabımız B variantıdır. Əziz şagirdlərimiz, şagirdlərin valideynləri, şagirdlərimizin müəllimləri, biz artıq akademiya olaraq, mütəmadi olaraq həm 10 suallıq, həm 30 suallıq tam imtahan, monitoring imtahanına əsaslanan sınaqlar mütəmadi olaraq tərtib edib sizlərə çatdırırıq. Kimlər ki, ilk dəfədir bizim izahları görür, bundan öncəki sınaqları görməyib, bütün monitorinqə aid olan ödənişsiz materialları 077 752 28 93 menecer nömrəsinə yazmaqla əldə edə bilər. İmtahanda hər birinizə uğurlar.